Mövzumuz sadə faiz artımı haqqındadır. Bəzən qiymətin ilkin qiyməti bir neçə dəfə eyni faiz qədər arta və ya azala bilər. Məsələn, hansısa bir müştəri bank hesabına bir neçə illik müəyyən məbləğdə pul qoyubsa, həmin pul illər ərzində eyni faiz qədər artır. Bax, bu artıma sadə faiz artımı deyilir. Sadə faiz artımını biz hesablamaq üçün hansı cəmiyyətlərdən istifadə edirik? Burada faiz, yəni illik artım faizidir. N müddətdir, yəni illərin sayıdır. S0 ilkin məbləğdir, yəni banka hansı məbləğdə pul qoyulubsa, həmin məbləğdən söhbət gedir. AN isə artımdır. Yəni n ildən sonra nə qədər artacaqsa həmin artımı göstərir. Burada baxın, elə yazmışam illik faiz, burada yazmışam illərin sayı. İkisi də il olmalıdır. Bu bəzən ola bilər aylıq faiz. O zaman aylıq faiz olduqda n-də ayların sayı olur və bu da məsələnin içərisində bizə özü verir. Yəni uyğun olmalıdır. İllə il, ayla da ay uyğun olmalıdır. Həmin artımı bəs biz necə hesablayacaq? AN bərabərdir S0 vurulsun R faiz, yəni ilkin məbləğ vurulsun faiz vurulsun illərin sayı bölünsün 100%-ə. Cəmiyyətin sonrakı qiymətini tapmaq üçün isə ilkin qiyməti ilə N ərzində ümumi artım toplanır, yəni AN toplanır. Yazıram, sonrakı qiymət bərabərdir ilkin qiymət üstəgəl artım. Bax, bu düstur adlanır sadə faiz düsturu. Sadə faiz artımı düsturu. Bax, burada yazdığımız bu düstur. Sonrakı qiyməti tapmaq üçün, yəni n ildən sonra məbləğ nə qədər oldu, onu tapmaq üçün ilkin qiymətlə artımı toplayırıq. Bu düsturda adlanır sadə faiz artımı düsturu. İndi gəlin nümunələrə baxaq. Belə bir məsələ verib bizə. Müştəri bank hesabına illik artım faizi 8% olmaqla 300 manat vəsait qoydu. 3 ilə artımı və artımdan sonraki məbləği tapın. Yəni 3 ildən sonra məbləğ nə qədər oldu onu soruşur. Əvvəl bu düsturdan istifadə edək. A 3 yazıram, çünki n-in qiyməti 3-dür. 3 ildən söhbət gedir. S0-ımız 300-dür. Faizimiz 8-dir, müddətimiz də 3-dür. Bölürəm 100-ə. Burada 100 və 300 100-ə ixtisar gedir. 3 qalır burada. 3-ü 3-ə vuranda 9, 9-u 3-ə vuranda 72 manat. Yəni 3 il ərzində 72 manat artım olur. Bəs sonrakı qiymət nəyə bərabərdir? Yəni 3 ildən sonra, artımdan sonrakı qiymət. Əvvəl qoymuşdu 300 manat. 3 ilə 72 manat artıbsa, 300-dən 72-ni toplayıram. Cavabımız eləyəcək 372 manat. Yəni 3 ildən sonra o qoyduğu 300 manatı 372 manat olaraq bankdan götürəcək. Dərsin əvvəlində demişdim ki, cəmiyyətin ilkin qiyməti bir neçə dəfə eyni faiz qədər arta və ya azala bilər. Birinci göstərdiyimiz məsələ artıma aiddir. İndi ikinci bir məsələ göstərəcəm. Həm də dərsin əvvəlində nəyə qeyd etmişdim? İllər ola bilər, hər ikisi illik faiz ola bilər və aylıq faiz ola bilər. İndi həm azalmaya aid, həm də aylıq faizə aid belə bir məsələ yazmışam. İlkin məbləğ 600 manat, aylıq ödəmə faizi 10% olarsa, 5 aydan sonra qalan borcu tapın. Bax, burada artımdan söhbət getmir, qalan borcundan söhbət gedir. Nə edirik? Əvvəl yenə də ayını hesablayıram. N-in yerinə 5 yazacağım, çünki 5 ay verib bizə. S0-ımız 600-dür, faizimiz 10-dur, müddətimiz də 5-dir. Bölürəm 100-ə. Burada 600 və 100, 100-ə ixtisar gedir, 6 qalır. 6-nı 5-ə və 10-a vuranda cavabımız eləyəcək 300 manat. Nə qədər qaldı soruşur. Yəni borcunu 300 manatını ödəyib. 600 manat idi. 600-dən də çıxaram 300-ü. Manat da yaza bilərik sonuna. Bu da bərabərdir eləyəcək 300 manat qalan borc. Baxın, burada aydan istifadə etdik. Aylıq ödəmə faizi yazılıb və 5 aydan sonraki məbləğ yazılıb, hər ikisi aydır.
yenə də eyni düsturdan istifadə edirik. Hər ikisi il olanda da yenə eyni düsturdan istifadə edirik. Sadəcə burada qalan borcu dediyinə görə biz artımdan söhbət getmir axı burada. Ödəyir getdikcə və borcdan çıxılır. Ona görə də ilkin məbləğ 600 manat idi və A5-in qiymətini tapdıqdan sonra 600-dən 300-ü çıxmaq lazımdır ki, qalan borcun nə qədər olduğunu tapa bilək.